Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə elə bir variantla qarşınızdayım ki, yaxın oturun, çox gözəl, çox sərf edici, bu 4 mərtəbəli villa ilə 8 sotda 500 kvadrat bir evlə qarşınızdayım. Nəzərinizə çatdırım ki, evimiz yerləşir düz Xırdalanın quruğunda. Düz Xırdalanın quruğunda 8 sot, 4 mərtəbə, 500 kvadrat. Evimizdə dəyərli izləyicim parnoya qədər, hovuza qədər hazırlayırdı özü üçün. Yarımçıq qalıb. İndi yarımçıq qalan yerləri də sən dəyərli izləyicim onları davam elətdirəsən. Evimiz bir mansar, 2 mərtəbə, 6 otaq, plus hovuz, qaraj, hər şey bağına qədər, bax Kərbəlayı göstər, bağına qədər. Hər şey mövcudda 8 sotdur. 4 dənə ya 5 dənə dedi Kəblə yadından çıxdı, hamam sanuzeli var. Hamam sanuzeli yadından çıxdı. Bax kombi otağı. Hər şey mövcuddur. Bax burada yay mətbəxi. Bax hamısı barımızdır bax. Yay mətbəxi. Deməli də bağı da göstərməyə ehtiyac yoxdur. Düz Xırdalanın quruğunda. Gedək evimizlə müştərilərimizi tanış eləyək. Deməli dəyərli izləyicilərim, bir dənə polu çək, Kəbli. Polu çək. Görsən parketi. Şəxsi dəyərli izləyicim bunu öz üçün inşa elətdirib. Elə bir sürprizlər aşağıda göstərəcəm. Qiymətlə müqayisə eləyəndə qiymət heç nə. Girişdə bax qapılara qədər görsən solda. Bax belə bir zalım. Evdə özündən görürsən hər şey içində qalır. Hər şey evin içində qalır. Hər bir şey evin içində qalır. Bax bu zalımızdır. Burada sağda belə bir mətbəximizdir. Bax soyuducusuna qədər, bax hər otaqda da kondisioner də var. Özdə bax kondisionerinə qədər. Ev olmazın olmazıdır da mənim qardaşım. Aşağı gəl, birinci mərtəbəyə aşağı. Bunu göstərim Kərbəlayı. Bax burada belə bir duş kabinlə olan bax belə hamamımız. Canım istədisin. Burada Kəbli sanuzelimizdir. Aşağıda tez gəl bir dənə aşağını göstərim. Çox gözəl bir şeydir. Oturun baxın, bu videoya baxın. Dəyərli izləyicim burada görünən düzəldirmiş göz üçün. Hazır da, hazır bax. Çox işlən görüb. Hovuz. Bax, öz üçün hovuz. Burada parnoyu, orada əyin dəyişmə otağı. Burada bax çöldən, buradan belə qarajımız. Bax. Görünə buydu qarajımız. Çöldən girsin. Hətta qaraja qədər kombi qoyub.